16 mərtəbənin Qaraçuxur məscidinin yaxınlığından sizə 9 sot torpağın içində ev göstərəcəyim inşallah. İzləmədə qalın. Mərkəzi yola 40 metr məsafədə görürsünüz bax. Küçəsi də geniş küçəsi var. 16 mərtəbənin yanından girəndə bu da 16 mərtəbə. Salam, hamınızı salamlayıram Qaraçuxurdan, mərkəzi ərazidən. Qaraçuxur məscidinin 100 metrlik məsafəsindən 9 sotda həyət evi göstərəcəm. Evimiz böyükdür, 1 mərtəbədir, amma böyükdür. Həm həyəti böyükdür, bax. Buradan 16 mərtəbədir. 16 mərtəbə görünür, bax oradadır. Yəni yaxın ərazidədir, məsciddən elə yaxındır, 16 mərtəbənin yanındır. 1 mərtəbədir evimiz, amma yekə evdir, 8 otaqdır. Evin qabağında çəkim. Yola məsafəsində çəkəcəm, baxın. Giriş hissəsində belə bir zal bizi qarşılayır, bax. Çox geniş bir zaldır. Görürsünüz də, yəni rahat 70 kvadrat, 80 kvadrat zalımızdır. Zalın baş hissəsində kuxnasıdır. Evimiz yekə evdir. Pol parketdir. Burada sadə parketdir. İndi bu tərəfi göstərəcəm sizə, mozaika parketdir. İndi bu parketdən vuran yoxdur. Üstü də belə işləmələrləndir, bax. Yəni patolog əl işidir. 70-80 kvadratda elə buranın zalıdır. 2 dənə yekə zalı var. Biri girişdədir, biri girişdə sol tərəfdə. Öz həyətinə baxır. Buradan. Giriş hissəsidir. Belə bir koridor sistemi iləndir. Zaldan keçəndən sonra bax. Bu zaldan görürsünüz, zal hissədən keçirsən koridordur. Sağ-sol otaqlardır. Bütün otaqlarda parketlə, mozaika parket işləmələrlə tamız. Evimiz, xatırladım, 9 sotdadır. Burada da bir otaq var. Otaqların hamısı da yekə otaqlardır maşallah. Bir otaq buradadır. Bu da sanuzel hissəsidir. Burada yerləşir. Qiymət də yəni torpağına görə münasibdir. Mən